sual tarazlıq sualıdır. Tarazlıqda BST cədvəli var. Həmin sualdır. Biz uşaqlarla işləmişik. Yəqin ki, bizim uşaqlar bunu bilər. Səmaya izah eləmək istəyirsən həmin sualı. Səmaya buradadır, hə. Səmaya izah eləyə bilərsən? Bax, sən 4-cü qrupsan. Həmin sualı izah eləyə bilərsən? Necə yanaşaq? 36 nömrəli sual. Buyur, izah elə. Biraz sürətli. Reaksiyanı yazıram. Reaksiyanı burada yazıram uşaqlar. 2 mol X2Y. Reaksiyanı yazıram. Buradan alınır 2 mol X2 üzərinə gəlinsin Y2. BST. O BST nədir? Başlanğıc, sərf olma və tarazlıq deməli qatılır. Başlanğıcı bizdə 6 verib, tarazlıq Başlanğıc bizə 2 6 verilib, tarazlıq bizə 2 verilib. Biz buna əsasən nəyi tapa bilərik? Sərf olunmanı tapa bilərik. X2 nə qədər edir sərf olunma? 6-dan 2 çıxıram 4. 6-dan 2 çıxıram 4. Sonra uşaqlar burada görürük ki, mollarını burada görürük. Bu mollara görə sərf olunmanı yaza bilirdik də. Bunun molu 2-dir, bunun molu deyil. Bunun molu buna bərabərdir. Onda bunun sərf olunması da neçə olacaq? 4 olacaq. 4-də orada 2-dir. Burada bu 1-dir deyənə 2 dəfə azdır bundan deyə bu 2. Sonra da biz bilirdik ki, məhsulun sərf olunması onun tarazlığına bərabərdir. Burada 4, burada 2. Razısan bura qədər məndən. Ola bilər yeni qoşulanlar bilmirəm, bunu bilir yoxsa bilmir. Sadəcə yazıram. Onlar da bilmirsə öyrənməlidir. Bizə reaksiya aparılan qabın həcmini istəyir, KT-ni verib bizə. KT bizdə 4-dür. Yazıram 4 bərabərdir. KT necə tapılırdı uşaqlar? Yadınızdadır, məhsulu bölürdük başlanğıca. Amma məhsulun elə bir ki, tarazlığı başlanğıca bölünürdü. Əmsal da qüvvət şəklində yazılırdı. Amma bir şey var ki, uşaqlar, biz bilirik ki, KT nəyə görə hesablanır? KT tarazlıq qatılığına görə hesablanır. KT tarazlıq qatılığına görə hesablanır. Amma bizə nəyi verib uşaqlar? Bizdəki bu rəqəmlər, tarazlıqda duran rəqəmlər qatılıqdır, yoxsa moldur? Kim deyər? Məsələnin şərtində bunlar bizə molla verilib. Baxın, özü verib məsələnin şərtində molla. Bunlar uşaqlar bizə molla verilib. Bizə molla verilibsə, biz qatılığa keçmək üçün moldan qatılığa necə keçirlər? Düstur necə idi? C bərabərdir nü böl V. Onda biz molları nəyə bölməliyik? Həcmə bölməliyik. Müəllim, həcmi bilmirik. Həcmi bilmiriksə bir V qəbul edək. Reaksiya bir qabda aparılırsa. Reaksiya aparılan qabın həcmini V qəbul edəsəm, onda bunun qatılığı olacaq 2 böl V, bu olacaq 4 böl V, bu da olacaq 2 böl V. Yəni, mən yazacam uşaqlar. Məhsulu böləcəm başlanğıcın. Sağ tərəf məndə X-dir. X 4 böl V-dir. X2-nin əmsalı 2 olduğuna görə əmsal qüvvətə qalxır. Kvadrat kimi yazılır. Y2 2 böl V əmsalı 1 olduğuna görə belə saxlayıram. X2 Y-də sol tərəf əmsalı 2 olduğuna görə olur 2 böl V-nin kvadratı. Riyaziyyatdan uşaqlar bunu həll edib. Buradan V-ni alıb tapırsınız, o olur sizin cavabınız. Səhv eləmirəmsə V2 edir. Riyaziyyatdan oradan V-ni tapırsınız, o sizin cavabınız olur. V də oradan 2 eləməlidir.